Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzi Elmi Kitabxananın foyesindəki büstününə gül dəstələri düzüb. Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Mərkəzi Elmi Kitabxananın sərgi salonu, akademiklər zalına baxış keçirilib. Kitabxananın Heydər Əliyev və Azərbaycan Dövlətçilik Şöbəsinin iş fəaliyyəti ilə tanış olunub. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi ilə bağlı ölkə və ondan kənarda müxtəlif formatlarda çoxsaylı yubiley tədbirlərinin təşkil olunduğunu söyləyən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Əbibəyli, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında 18 mart 2025-ci il tarixli sərəncamının Azərbaycan elminə, aliminə, ziyalılara, yeni elmi nəslə, Elmlər Akademiyasına dövlət səviyyəsində verilən yüksək qiymətin və böyük ehtiramın ifadəsi olduğunu bildirib. Akademik İsa Əbibəyli Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin Yeni Azərbaycan Partiyası ilə birgə qeyd olunmasının elmi və siyasi cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Akademik İsa Əbibəyli Azərbaycan Milli Elmlər Akademiyasının taleyində və tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan bəhs edərək vurğulayıb ki, Azərbaycan elminə hər zaman həssaslıqla yanaşan dahi lider Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf etməsinə qayğısını heç vaxt əsirgəməyib. Bu elmi qurumun fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, onu qoruyub və dirçəldib. Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir deyən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti qeyd edib ki, dövlət başçısının 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik yığıncağında iştirakı və alimlər qarşısında dərin məzmunlu nitq söyləməsi, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələr verməsi bu sahəyə dövlət qayğısının davamlı səciyə daşıdığını göstərir. Sonra Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatının rəhbəri Tahir Budaqov çıxış edərək bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin mühüm istiqamətlərindən biri milli dövlətçilik ideologiyasının elmi əsaslarının formalaşdırılması, Azərbaycancılıq məfkurəsinin təbliği və cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsidir. Onun sözlərinə görə, akademiyanın alimləri, ziyalıları yalnız elmi nailiyyətləri ilə deyil, həm də ictimai düşüncənin formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində böyük məsuliyyət daşıyırlar. Alimlərin fəaliyyəti dövlətin intellektual dayaqlarının möhkəmlənməsinə xidmət edir. Tahir Budaqov qeyd edib ki, bugün Azərbaycan dövlətçiliyi milli ideologiyası və sosial-iqtisadi həyatı baxımından öz tarixinin ən möhtəşəm və qürurverici dövrünü yaşayır. Azərbaycan bugün qlobal məkanda özünün intellektual, iqtisadi və siyasi çəkisini artıraraq müasir dövrün çağırışlarına cavab verən dinamik bir ölkəyə çevrilib. YAP sədrinin müavini vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının partiya sıralarına daxil olması partiyanın keyfiyyət tərkibini daha da zənginləşdirməklə yanaşı, həm də elmi fikrin ictimai proseslərdə daha fəal iştirakına şərait yaradır. Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin ölkədə konstitusiya və suverenlik ili elan edilməsi dövlət müstəqilliyinin möhkəmlənilməsinə yönəlmiş mühüm siyasi addımdır. Onun sözlərinə görə Azərbaycan alimləri və ziyalıları bu tarixi mərhələdə öz intellektual və mənəvi potensialları ilə dövlətçiliyimizin inkişafına mühüm töhfələr vermişlər. İkinci Qarabağ müharibəsində əldə edilən tarixi zəfər, ölkəmizin konstitusiyon hüquqlarının, ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin, əsgərlərimizin rəşadətinin, vətənpərvər alimlərimizin, düşünən beyinlərin milli ideyaya sədaqətinin nəticəsidir. Tahir Budaqov çıxışının sonunda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə bütün elm adamlarını təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. O həmçinin partiya sıralarına yeni qoşulan gənclərə müraciət edərək onları ölkənin elmi-ictimai həyatında fəal iştirak etməyə, milli dəyərlərə və dövlətçiliyə sədaqət prinsiplərini daim uca tutmağa çağırıb. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdir müavini İlham Əliyev və Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İskəndərzadə çıxış edərək, bugün Azərbaycanın Prezident İlham Əliyevin liderliyində öz inkişafının ən parlaq dövrünü yaşadığını bildirib. Gənclər olaraq əməli fəaliyyətləri ilə bu inkişafa dəstək verməyə davam edəcəklərini söyləyiblər. Daha sonra YAP sıralarına qəbul olunan Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.